Bismillahirrahmanirrahim. Gündəlik həyatımızda mağaza, market, aptek və digər xidmət məkanlarına tez-tez baş çəkirik. Bu mühitlərdə göstərdiyimiz davranış cəmiyyətin ümumi mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Xidmət alan və xidmət göstərən arasında qarşılıqlı hörmət həm prosesi asanlaşdırır, həm də sosial münasibətləri sağlam saxlayır. İlk olaraq mağazaya daxil olarkən salam vermək, satıcının diqqətini nəzakətlə çəkmək ən sadə, amma çox dəyərli bir davranışdır. Xidmət göstərən insanlar gün ərzində müxtəlif xarakterli müştərilərlə qarşılaşırlar və kiçik bir nəzakət iş mühitinə müsbət təsir edir. Nə isə soruşmaq lazım olduqda tələstirici və ya tələbkar tonda danışmamaq, sualı aydın və sakit formada vermək qarşı tərəfə hörmətin göstəricisidir. Növbə qaydasına riayət etmək isə xidmət sektorunun əsas ədəb normalarındandır. Hər kəsin vaxtı dəyərlidir və başqasının haqqına girməmək sosial məsuliyyətin təməlidir. Əgər kimsə növbəni qarışdırıbsa, nəzakətlə xatırlatmaq kifayətdir. Sakitlik və anlayış gərginliyin qarşısını alır. Məhsulu seçərkən diqqətli davranmaq da mədəniyyətin bir hissəsidir. Yersiz şəkildə məhsulları dağıtmaq, açıq qida qablarını zədələmək və ya lazım olmadıqda paketi cırmaq həm əmək itkisidir, həm də etik olmayan davranışdır. Həmçinin qiymət, çəki və ya keyfiyyətlə bağlı suallar verərkən satıcıya qərəzlə yanaşmadan normal ünsiyyət çərçivəsində müraciət etmək daha doğrudur. Şikayət etmək zərurəti yarandıqda bunu aqressiya ilə deyil, vəziyyəti aydın şəkildə izah edərək bildirmək ən effektiv yanaşmadır. Unutmayaq ki, xidmət göstərən şəxs əksər hallarda vəziyyətin səbəbkarı olmur, amma problemi həll edən tərəfdir. Nəzakətli üslub həm məsələni daha tez həll edir, həm də öz mədəniyyətimizi nümayiş etdirir. Nəticə olaraq mağaza və xidmət sektorunda davranış mədəniyyəti kiçik görünən, amma sosial həyatın ahəngini təmin edən mühüm qaydadır. Qarşılıqlı hörmət, səbr və diqqət bütün prosesləri daha rahat və insani edir. Hər birimiz bu ədəb normalarına əməl etməklə cəmiyyətin ümumi davranış səviyyəsinin yüksəlməsinə töhfə veririk.